Gedin Massadın Siyonist'in qucağında oturmuşsan İlham Əliyevə peysər uğraş, şakal gədə. Oturmuşsan Siyonistlərin köpəyi olmuşsan. Oyun oynuyorsunuz. Azərbaycan İran xalqına qarşı qardaşı qardaşa qırdırmaq istəyirsiniz. Hə? Gördünüz bu alınmadı, elə mi bu Tron oyunu alınmadı? İran dəfələrlə məlumat gəldi ki, biz vurmamışıq. Yalan danışmayın, amma siz şərəfsiniz ki, siz vurmuşsunuz. Vurublar o zaman Tron'un qalıqları hara getdi? Göyə uçdu, Mars'a getdi, yerdədir də. Götürün bu qalıqları araşdırın da. Ki görək qardaş bu hardan gəlir? Bu bilinir axı materialından. Ekspertlər var, araşdırır. Türkiyənin özü də. Gedin araşdırın da qardaş. Niyə araşdırmırsınız? Sərf eləmir. Hə? Bilirsiniz ki, İrandan gəlməyib ona görə. İfşa olarsınız. Ona görə dostlar, əziz qardaşlar, əziz bacılar, diqqətli olmalıyıq. Ağıllı olmalıyıq. Bizi oyuna çəkirlər. Bütün fürsətdən istifadə edirlər. Hicaba qədər gəlib çıxıblar, hicaba qədər. Təsəvvür edirsiniz. Hicaba qədər. Neçə illərdir bunun davası gedir. Hicab. Ha, qardaş bu Almaniyada sosiala gedirsən, nə bilim, miqrasiya gedirsən, hətta polisin özündə başında hicab olan qadınlar var. İşləyirlər ya kişi. Yönnətər olur. Hicab olana nə olur ki, xidmət eləmək olmur cəmaata. Almaniyada hicab taxıb qadın oturub sosialda, oturub miqrasiyada, qanunla xidmət edir. Bu nizama nə ədəti var ki? Hicab bağlığında baş işləmir, köl olur. Hə? Qanunu bilmir, oxuya bilmir üzündən. Görmür orada nə yazılır? Görün millətin başını nə ilə qatırlar? Görün milləti necə bir-birinə vururlar ya? Bu oğraş peysər cındır yığını.